Dostlar, mən Sara. Bugün sizinlə 3-cü sinifdən mötərizəli ifadələr keçəcək. Vurma və bölmə ilə. Gəlin başlayaq. Dostlar, məsələn yazıram. 64 böl. Mötərizəmizi açıq. 3 üstə gəl 5. Mötərizəmizi bağlayırıq. Vur 1 bərabərdir. Dostlar, qalanını aşağıdan yazacağım. Misal aşağıda nə dedik? Belə misallarda dostlar, həmişə birinci mötərizəmizin içi həll olunur. Baxın, 3-ün üstə 5 gələndə eləyir 8. 8-i 1-ə vuranda eləyir 8. 64-ü bölürük 8-ə. Bərabərdir 8. Cavabımız 8'dir. Dostlar, yenə yazaq. Məsələn, 63 böl. Mötərizəmizi açırıq. 3 üstə gələk 2. Mötərizəmizi bağlayırıq. Üstə gəl 2 bərabərdir. 3 üstə 2 eləyir 5 üstə 2 7. 63 böl 7 bərabərdir 9. Dostlar, bugünkü videomuz bu qədər. Kanalıma like atmağı və abunə olmağı unutmayın. Gələn videoda görüşərik.